bilirsiniz ki, biz həm Mini Futbol Federasiyası, həm yarışın təşkilatçılığı ilə bərabər, ev sahibliyi ilə bərabər, həm də milli komandamızı təmsil edirik, milli komandamıza rəhbəriyik. Bizim milli komandanın hazırlığına federasiya tərəfindən düşünürəm ki, Rəşad müəllimə də suallarınızı verəcəksiniz, cavablandıracaq. Düşünürəm ki, yəni kifayət qədər lazım olan hər bir şəraiti yaratmışıq. İstədikləri qarşımıza qoyulan həm baş məşqçi tərəfindən, həm rəhbərlik tərəfindən qarşımıza qoyulan hər bir hədəfi onlar üçün yaratmışıq, təşkil eləmişik. İstər təlim məşq toplanışı, istər onların qidalanması, istər beynəlxalq yarışlarda iştirak etmək üçün şəraitin yaradılmasında əlimizdən gələni etmişik. Əlbəttə ki, yəni ev sahibi kimi həm məsuliyyətdir. Çünki bilirsiniz ki, bəzən ev sahibi olanda da çətin olur. Çünki xaricdə oynayanda bu qədər azərkeş qarşısında çıxış etmirlər. Əlbəttə, yəni xarici azərkeşlər olur. Elə də yəni insana ola bilər müsbət mənfi təsir göstərsin. Düşünürəm bizim milli komandamız həm psixoloji cəhətdən tam hazırdır, həm də ki tam heyət olaraq formalaşıblar. Artıq neçə vaxtdır birlikdədirlər, neçə aydır artıq təlim məşq toplanışlarındadılar. Azərbaycan milli çempionatı daha tez bitdi. Sırf bu yarışa görə, hazırlığa görə bilirsiniz ki, mart ayında artıq bitmişdi. Və inşallah görək, yaxşı olar düşünürəm. Və bizim hədəfimiz əlbəttə ki, istəyərdik ki, ev sahibi olaraq kubok Azərbaycanda qalsın. Əlbəttə bunu biz istəyirik. Amma hədəfimiz bu 3 yerdən birini qazanmaqdır. Çünki yenə deyirəm, yer sahibi olaraq bizim üçün çox çətindir. Bunu başa düşürük və oyunculara da bunu demişik ki, siz bizim üçün, yəni 3 yerdən birini qazansanız, bu bizim üçün böyük bir hədəfdir. Əlbəttə, yəni biz mükafatsız olmayacaq. Əlbəttə bir mükafat artıq baş məşqçi ilə müzakirə olunub və təyin olunub. İnşallah ki, yəni bu media üçün istəməzdim açıqlayım, amma yəni mükafat federasiya tərəfindən, sırf belə də federasiyanın prezidenti tərəfindən artıq təyin olunub və bu barədə baş məşqçiyə bildirilib. Düşünürəm ki, o da baş məşqçi də öz komandası ilə bunu bölüşür.